Kimdir lam ilə əlif hərfini nun ilə silən? Nar ilə nuri qiyamət günü bəs kimdir bölən? Kimdir əsrar-ı səmavatı bu aləmdə bilən? Kimdir bəs surətinə şahid olur hər bir ölən? Kimdir müşküldə adın söyləsən imdada gələn? O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Bir nəfər vardı onun elminə dərya deyilir. Bir nəfər vardı ona Seyyid-ü Mövla deyilir. Bir nəfər vardı ki ismindən əvvəl ya deyilir. Bir nəfər vardır ona Saqi-i Səhba deyilir. O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Ey fənai, bir ağam vardı onun nokəriyəm. Dərgəhində o şəhin çakərinin çakəriyəm. Gər qəbul etsə məni qəmbərinin qəmbəriyəm. Mən günah əhli də olsam yenə də heydəriyəm. Nə qədər ömrü varımdırsa qulam-ı dəriyəm. O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Allah Əlidən